olsun. Kurban olun size. Benim 75 yaşım var. Hə. Ancak ki, bak dün gece andolsun Allah'a. Saat 5'te yuxuya gitmiştim. Niyə? Yata bilmirəm doktor. Ne bileyim ben, nedir, bak. Telefonun var mı ay xanım? Can, Telefonun var mı? var. Akşam baxırdım yatanda telefona. Düzünü denən sən Allah'ın verirəm. Ve bakın. Ay xanım, belə axşam 9-dan sonra sənə qurban baxma telefona. Ay xanım, axşam 9-dan sonra heç nəyə baxma. Yəni bir də axşam 9-dan sonra yemək, 7-dən sonra yemək yemə. Ondan sonra qara çay içmə. Onlar hamısı meyvə yemə. Çünki axşam onları qəbul eləyəndə nə olur bilirsən? Qanda glikogen artır. İnsulin ifrazı artır. O da olanda kortizol hormonu var. O da insan ayılır və ya yuxu qaçır. Gecə 2-3 dəfə CD-yə çıxır. Heç böyle deyir, mənim böyrəyim sağlam, özüm rahat. Mən gecə niyə 2-3 dəfə CD-yə çıxıram? Mən niyə gecə 2-3 dəfə yuxudan ayılıram? Siz bunu rahat mən dediyim kimi eləyin, görəcəksiniz yuxunuz qaydasına düşəcək. Yox, görsəniz alınmır. Bu gördüyünüz telefon nömrələri mənimdir. Bax, orada indi gördüyünüz. Mənlə əlaqə saxlayın. Elə mən də sizin qonşu rayonundanam, Tovuzdanam. İnşallah kömək eləyəcəm Allahın köməyi ilə. Çox sağ olun, sualınıza görə təşəkkür edirəm.